Salam, kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdləri, bugün mən sizə Dimin 20 sınaq kitabından sınaq 9-un izahını verəcəm. Qeyd edeyim bir haşiyə çıxım ki, videonun sonunda qoyacağım nömrənin WhatsApp ilə əlaqə saxlayaraq həm əyani, həm də onlayn dərsləriniz haqqında məlumat ala bilərsiniz. Növbəti il üçün qeydiyyat davam edir. Əgər videonu izləyirsinizsə, video sizin üçün maraqlıdırsa, o zaman videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, paylaşmağı unutmayın. Unutmayın ki, bir video üçün müəyyən qədər əmək sərf olunur və bu əməyi dəyərləndirmək vacibdir. Gəlin baxaq, demək, birinci suala. Demək, sınaq 9-un qrammatika sualları, sintaktik təhlil, şəxsə görə cümlənin növlərini əhatə edir. Qələmi tənzimləyək. Qələm normaldır. Baxaq birinci suala. Deyir ki, mübtəda işlənməmiş cümləni müəyyən edin. Aşağı hələ isti idi. Hara aşağı, hələ də. Burada görürsünüz ki, aşağı mübtədadır, çıxıram. Başqası bu barədə xəbər tutmamalıdır. Xəbər tutmamalıdır. Bir yerdə xəbər. Kim başqası? Nə barədə? Bu barədə. Tamamlıq mövqeyindədir. Demək, burada başqası mübtəda mövqeyindədir. Çıxıram. Kamil, artıq aşağı gedirlər. Nə edirlər? Gedirlər. Haraya? Aşağıya. Kamil burada görürsünüz ki, xitab mövqeyindədir. Yəni çağırış bildirir burada. Ona görə C variantı ilə bizim cavabımız olacaq. Çünki bunun mübtədası yoxdur. Yəni üzvlənmir xitabda. Nə sənin xoşuna gəlirdi? Nə sənin xoşuna gəlirdi? Sənin xoşuna gəlirdi bir yerdə xəbər. Nə? Bunun mübtədası nədir? Yəni sual əvəzi ilə ifadə olunmuşdur. D-də çıxıram. Y-də özü mənə məlumat verib. Məlumat vermək bir yerdə xəbər, kimə, mənə, kim, özü, yəni onun özü burada ü mənsubiyyət olduğu üçün burada mübtəda mövqeyindədir. Yeni də çıxıram. 2. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Ümumiyyətlə, birinci sualda olduğu kimi sualların variantlarını bir-bir izah edirəm ki, məsələn, A variantını deyib keçmirəm. Çünki bəlkə uşaq B variantını yazıb, digər videolarımda da qeyd etmişəm bunu. Variantları bir-bir izah edirəm ki, sizin üçün yəni açıqlamalı olsun ki, bu variant niyə olmadı? Yəni, düzgün variantı onsuz da siz sualların QR-kodu oxutmaqla müəyyənləşdirə bilərsiniz. Amma A, B, məsələn, niyə olmadı? Bax, onu bu videoya baxmaqla müəyyənləşdirə bilirsiniz. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Səni orada hələ də gözləyirlər. Ümumiyyətlə, qeyri-müəyyən şəxsi cümlənin xəbəri neçənci şəxs də olmalıdır. Üçüncü şəxsin cəmində olmalıdır mütləq şəkildə. Baxıram, səni orada hələ də gözləyirlər. Kim? Onlar. Qeyri-müəyyəndir mənim üçün. Əlbəttə ki, elə cavab olur A variantı. Kimsə qapını döyürdü. Nə edirdi? Döyürdü. Nəyi? Qapını. Kim? Kimsə. Burada qeyri-müəyyən əvəzliklə ifadə olunmuş mübtəda var. Mübtəda varsa, artıq müəyyən şəxslidir. Müəyyən şəxslidirsə çıxıram. Məsələyə dünən baxıldı. Nəyə? Məsələyə. Nə zaman? Dünən baxıldı. Bu şəxsiz cümlədir. Nəyə görə şəxsizdir? Çünki mübtədasını müəyyənləşdirmək qeyri-mümkündür. Üçüncü şəxsin həm də təkindədir. Gələnlər meydançada dayanmışdılar. Nə etmişlər? Dayanmışdılar. Harada? Meydançada. Kim? Gələnlər. Mübtədası var. Avtomatik olaraq müəyyən şəxsli cümlə hesab olunur. Sözü vaxtında deyərlər. Nə edirlər? Deyərlər. Nə zaman? Vaxtında. Nəyi? Sözü. Deyərlər. Bu, deyirsiniz ki, buna da onlar fikirləşə bilirəm. Bu da üçüncü şəxsin cəmindədir. Bəli, üçüncü şəxsin cəmindədir, cəmində olmağına. Amma biz üçüncü şəxsin cəmində həm qeyri-müəyyən şəxsi cümlələri deyirdik, həm də ümumi şəxsi cümlələri deyirdik. Bu topluma aid bir şeydir. Ümumidir yəni. Təkcə yəni mən və yaxud da sən sözü vaxtında deməlisən deyə bir şey yoxdur. Hamı sözü vaxtında deməlidir. Y variantı ona görə ümumidir, çıxıram. 3-də mübtəda təyin, tamamlıq, zərflik, xəbər. Təyin, zərflik, xəbər modelinə uyğun nümunəni müəyyən edin. Gəlin, ümumiyyətlə, təhlil eləyək, daha sonra biləcək ki, nədir. Təzə evə gedəndə sən orada yox idin. Yox idin, harada, orada, kim, sən. Nə zaman? Təzə evə gedəndə. Bu olur fe'li bağlama tərkibi. Burada görürsünüz, mübtəda ilə başlamır. Heç ümumi də sizin üçün bütöv şəkildə cümləni təhlil elədim. Zərflik, mübtəda, zərflik xəbərdən ibarətdir. Bizim sxemə uyğun deyil. Alim o kitabı təzə oxuyub. Nə edib oxuyub? Təzə oxuyub. Nə zaman? Yəni təzə nəyi kitabı oxuyub? Hansı kitabı? O kitabı. Təyin. Burada alim, mübtəda. Mübtəda, təyin, tamamlıq, təyin olmalıydı, amma təyin yoxdur. Ona görə ikinci təyin olmadığı üçün B-ni də çıxıram. Sən həmin qızı onda tanıyırdın. Nə edirdin? Tanıyırdın. Nə zaman onda? Kimi? Qızı. Hansı qızı? Həmin qızı. Kim? Sən. Baxın, burada da yenə də təyinin biri yoxdur və ona görə C-ni də çıxıram.
Leyla köhnə əşyaları o evə aparıb, haraya evə aparıb, hansı evə aparıb? Bu olacaq demək təyin mövqeyində, təyindir. Nəyi əşyaları, hansı əşyaları, köhnə əşyaları, kim aparıb, Leyla aparıb. Bəli, elə variantımız bu olacaq. Çünki burada bax mübtəda, təyin, tamamlıq, təyin, zərflik xəbər modelinə uyğundur. D variantı. Yenə də qaydası üzrə təhlil edeyim ki, sizin üçün aydın olsun. Təbrizin ən qədim küçələrinin biri ilə gedirdi. Nə edirdi? Gedirdi. Baxın, burada Təbrizin küçələrinin biri, üçüncü növ təyini söz birləşməsidir. Üçüncü növ təyini söz birləşməsi də ilə qoşması ilə işləndiyi üçün hara ilə gedirdi? Bu da olacaq, demək, zərflik mövqeyində. Ona görə yeni də çıxıram. Sonra, 4-ə baxıram. Şəxsiz cümləni müəyyən edim. Şəhəri görəndə Nadirin ağzı açıla qalmışdı. Baxın, burada ağzı açığa qalmaq frazeoloji birləşmədir. Nadirin ağzı, bu üçüncü növ təyini söz birləşməsinin aslı tərəfi də frazeoloji birləşməyə daxil olduğu üçün mən bunu təhlil eləyərkən bir yerdə götürəcəm. Yəni, Nadirin ağzı açığa qalmışdı, olur bir yerdə xəbər. Nə zaman? Şəhəri görəndə, bu da olacaq zərflik mövqeyində. Ona görə A variantı elə bizim variantımız olacaq. Amma B-yə də baxaq. Qapı qəfildən açıldı. Nə etdi? Açıldı. Nə zaman? Qəfildən. Necə, nə cür, daha doğrusu qəfildən. Nə açıldı? Qapı açıldı. Müəyyən şəxsli cümlədə, çünki mübtədası var. Ərizə dünən hazırlanmışdı. Hazırlanmışdı nə vaxt? Dünən, nə ərizə. Bu da müəyyən şəxsli cümlədir. D-də heç kim dərsə gəlməmişdi. Gəlməmişdi. Haraya dərsə gəlməmişdi. Kim? Heç kim. Müəyyən şəxsli cümlədir. Çıxıram. Bakı möcüzələrlə dolu şəhər adlıq cümlədir. Bilirsiniz ki, xəbər əsasında formalaşmır. Bunlar mübtəda əsasında formalaşır. Ona görə yeni də çıxıram. 5. Cədvələ əsasən uyğun fikri müəyyən edim. Tədbir məktəbin təzə həyətində olacaq. Demək, baş tutacaq mənasındadır burada. Doğrudur və yanlışdır xanaları verilmişdi gördüyünüz kimi. Gəlin baxaq. Müəyyən şəxsi cümlədir. Tədbirin baş tutmağından danışır da. Nə baş tutacaq tədbir? Bəli, müəyyən şəxsi cümlədə mübtədası var. Biri götürürəm. Sonra 2-də deyir ki, olacaq sözü müstəqil xəbərdir. Yenə də deyirəm, baş tutmaq mənasında olduğu üçün, bəli, olacaq burada, yəni xəbərdir. Gəlin elə təhlil edeyim bunu. Nə edəcək? Olacaq, nə tədbir, harada? Məktəbin təzə həyətində bir yerdə zərflik mövqeyindədir. Çünki üçüncü növ təyini söz birləşməsinin içərisinə təzə sözü daxil olub və bir yerdə təhlil olunmalıdır, parçalana bilməz. Demək, olacaq sözü müstəqil xəbərdir, bəli. Təyin zərfliyi izah edir. Baxın, burada siz çaşdırmaq üçün deyir, həyətindəni zərflik götürəsiniz, təzəni təyin mövqeyində, amma səhvdir də. Bu, üçüncü növ təyinin söz birləşməsi parçalana bilməz axı. İçərisində də istənilən qədər söz daxil ola bilər. Ona görə 3 səhvdir. Yanlışa baxaq. Deyir ki, məktəbin sözü tamamlıqda yanlışdır axı. Yenə də dediyim kimi zərfliyin bir tərəf, yəni zərflik mövqeyindədir. Yer zərfliyi söz birləşməsi ilə ifadə olunmuşdur. Bəli. Harada? Məktəbin təzə həyətində söz birləşməsinə ifadə olunub. Demək, doğrudan doğrunu, yanlışdan yanlışı götürsək, 1, 2, 4 cavab olur D variantı. 6-ya baxaq. Söz cümləni müəyyən edin. Söz cümlə ümumiyyətlə, demək, modal sözlərlə, ədatla və nida ilə ifadə olunan cümlələrə deyilirdi və üzvlənmirdi bunlarda. Yayın əvvəlləri, bu, demək, söz cümlə deyil, adlıq cümlədir. Demək, ya, bəli, əlbəttə, yenə də bəli burada təsdiq ədatı ilə, əlbəttə, yəqinlik bildirən modal sözlə ifadə olunmuşdur. Söz cümlə ilə bunlarla ifadə olunur. Cavab olur B variantı. Sözsüz göndəriləcək. Sözsüz burada, bəli, modal söz kimi işlədilməyə, amma üzvlənən, demək, cümlə üzvlərindən biri göndəriləcək xəbər daxil olub bunun içərisində. Ona görə söz cümlədən çıxır. Yəni, bunu da çıxıram. Xeyr, gəlməyəcək. Yenə də xeyr burada inkar ədatıdır. Gəlməyəcək xəbər mövqeyində işlənən cümlənin xəbəri gəlib burada olduğu üçün çıxıram D-ni də. Evə gələndə gördüm. Ümumiyyətlə, bu görürsünüz ki, söz cümlə yox, bütöv, yəni üzvlənən cümlədir. Nə etdim? Gördüm. Nə zaman? Evə gələndə bundan çıxıram. 7. Müəyyən şəxsi cümləni müəyyən edim. Adil evə gələndə artıq gec idi. Ümumiyyətlə, müəyyən şəxsidir, qeyri-müəyyən şəxsidir, ümumi şəxsidir, şəxsizdir. Bu cümlələri müəyyən etmək üçün cümlə təhlilini mütləq şəkildə yaxşı bilməlisiniz. Yaxşı bilirsənsə, bu cümlələrdə tapa biləcəksən. Bir də bu cümlələrin xəbərləri hansı şəxslərdə olur, onları əzbər surətdə bilməlisiniz. Adil evə gələndə artıq gec idi. Gec idi, artığı təhlil eləmirəm, ədatdır, qüvvətləndirici. Adil evə gələndə, nə zaman? Adil evə gələndə. Görürsünüzmü? Bunun mübtədası yoxdur. Əgər adili mübtəda kimi götürmüsənsə, o zaman səhvə yol verdin artıq sən. Ona görə bu olur şəxssiz cümlə. Çıxıram.
Mənə nə lazımdır? Müəyyən şəxsi cümlə. Anamın ondan acığı gəlirdi. Acığı gəlmək ümumiyyətlə demək deyirdi ki, frazeoloji birləşmədir. Anamın acığı gəlməyi artıq bir yerdə götürəcəm. Bu da olacaq şəxsi cümlə. Ona görə B-ni də çıxıram. Sonra Nərimanı görəndə onun rəngi qaçdı. Rəngi qaçmaq frazeoloji birləşmədir. Onun bir tərəfində olduğu üçün bir yerdə gedir, onun rəngi qaçdı. Nə zaman? Nərimanı görəndə. Yenə də burada şəxsi cümlədir. Ora hələ təmiz deyildi. Baxın, hara, ora. Bunun mübtədası budur. Və ona görə də biz bunu götürməliyik. Elə D variantı. Hamı gələndə məsələyə baxılacaq. Nə edəcək? Baxılacaq. Nəyə? Məsələyə. Nə zaman? Hamı gələndə. Hamını da burada bir yerdə təhlil edə bilmərik. Ona görə bu da olacaq şəxsi cümlə. Şəxsi cümlələrin arasında bir tək verib demək müəyyən şəxsi cümləni, o da olur D variantı. 8. Doğru fikri müəyyən edin. Nə istəyir bizdən? Yanlış doğrudur xanalarını istəyir bizdən. Gəlin baxaq. Aydın şəhərə çatanda gec idi cümləsində mübtəda yoxdur. Gəlin təhlil eləyək də. Gecə idi daha doğrusu. Nə zaman? Aydın şəhərə çatanda. Elə 7-ci sualın A variantında olduğu kimi adil evə gələndə cümləsi formasındadır. Mübtəda yoxdur. Bəli, yoxdur, amma burada yanlışdır verilmişdi. Qanuna uyğunluq pozulub. Çıxıram. Səhər günün müəyyən bir hissəsidir. Günün müəyyən bir hissəsidir, bir yerdə gedəcək. Çünki 3-cü nöqtənin söz birləşməsinin arasına daxil olmuşdu. Nə səhər? Baxın, burada yazıb mübtəda yoxdur, yanlışdır. Burada isə verib doğrudur. Ona görə B-ni də çıxıram. Ramiz evə gələndə gec idi. Gec idi. Nə zaman? Ramiz evə gələndə cümləsi ismi xəbərlidir deyir. Bəli, doğrudur, gec idi. Zərflə ifadə olunmuşdu, amma burada yanlışdır. Verib çıxıram. Şəxsi cümlələr ismi xəbərli olur. Baxın, burada bu yanlışdır. Şəxsi cümlə ismi xəbərli də olur. Yox, bu düzgündür. Əlbəttə ki, ola bilər. Məsələn, gecə idi, gündüz idi. Bu şəxsi cümlədir. Də olur deməyi ona görə də olurdu ki, burada. Çünki bu feili xəbərli də ola bilər, yəni. Burada yazıb yanlışdır. Çıxıram. Y-yə baxıram. Elə cümlələr var ki, cümlə üzvlərinə görə təhlil edilə bilmir. Burada elə cümlələr var ki, cümlə üzvlərinə görə təhlil edilə bilmir. Bəli, bu da doğrudur yazılmışdı burada. Ona görə elə cavabımız olacaq Y variantı. Sonra, məsələn, söz cümlələr cümlə üzvlərinə görə təhlil edilə bilmir. Mən söz cümləni necə təhlil edeyim cümlə üzvünə görə? Aha, 9-da deyir ki, qarşısında işarə qoymuş sözlər əsasında müəyyən edin. Kim həqiqəti qəbul etməsə, o qalib gəlməz. Baxın, burada kimin qarşısında qoyulub, bir də onun qarşısında qoyulub. Bu bağlayıcı sözdür, bu isə əvəzlik qəlibdir. Cümlə isə ümumilikdə tabeli mürəkkəb cümlədir. 9-dan nə istəyir bizdən? Deyir ki, doğrunu istəyir də, düzdürmü? Qarşısında sözlər əsasında müəyyən edin. Doğru və yanlış istəyir də. Aha. Demək, müstəqil cümlə üzvüdür. Bu kim? Bəli, müstəqil cümlə üzvüdür. Mübtəda mövqeyindədir burada. Düzgündür. Yanlış hissəsinə baxaq. Qeyri-müəyyən əvəzlikdir. Xeyr, yanlışdır. Qeyri-müəyyən əvəzlik necə ola bilər ki? Kim? Sual əvəzliyidir. Sual əvəzliyi. Cümlənin baş üzvüdür. Bu doğrudur. Cümlənin baş üzvüdür. Mübtəda mövqeyindədir. Gəlin keçək indi əvəzlik qəlibə, yəni o-ya. Sual tələb etmir. Doğrudur. A, niyə doğrudur ki? Doğru deyil. Bu yanlışdır. Sual niyə tələb etməsin ki? O kim? Sual tələb edir. İşarə əvəzliyi ilə ifadə olunmuşdur. İşarə əvəzliyidir, şəxs əvəzliyi ilə ifadə olunmuşdur. Ona görə bu da yanlışdır. Gəlin baxaq. Doğrudan doğrunu götürürəm. Yanlışdan yanlışı götürürəm. Aha, 1, 3, 5 cavab olur C variantı. 10-cu və sonuncu suala baxırıq qrammatikadan. Ümumi şəxsi cümləni müəyyən edin. Kamilin həyəcandan və qorxudan rəngi qaçmışdır. Ümumiyyətlə bu cümləni bir yerdə təhlil edirik. Xəbər mövqeyində deyirsiniz ki, müəllimə niyə? Rəngi qaçmaq frazeoloji birləşmədir. Kamilin rəngi artıq 3-cü növün birinci tərəfi kamil olduğu üçün burada mən demək bunu bütöv şəkildə götürürəm və hesab eləyirəm şəxssiz cümlə. Ona görə A-nı çıxıram. İclasda bu məsələyə də baxılacaqdır. Baxılacaqdır. Harada iclasda? Nəyə? Məsələyə. Hansı məsələyə? Bu məsələyə. Burada görürəm ki, ümumi şəxsli deyil. Bu da şəxssizdir. Kim tərəfindən baxılacağı müəyyən deyil. Sakit yay axşamı məclisdə tələsən kənd adamları. Bu görürsünüz ki, adlıq cümlədir. Adlıq cümlə olduğuna görə çıxıram. Sanki baharı iynəli yorğana bürüdülər. Nə etdilər? Bürüdülər. Nəyə? Yorğana. Hansı yorğana iynəli? Kimi? Baharı. Bu da görürsünüz ki, qeyri-müəyyən şəxsli cümlədir. Çıxıram. Y-də sözü vaxtında deyərlər. Bu ümumi topluma aid bir şeydir. Ona görə cavabımız olacaq Y variantı. Demək, qrammatika suallarının izahı bu qədər.
İndi isə keçirik demək bədii mətnin izahına. Bədii mətnlə tanış olmaq üçün ekrana saxlayırsınız, videonu saxlayırsınız, tanış olursunuz, daha sonra isə sualları mənimlə bərabər səsləndirirsiniz. Burada xəstələr mətnində müəyyən xəstəlikləri olan insanların xəstəxanada toplaşaraq mübahisə etmələrindən danışır. Gəlin 11-ci suala baxaq. 11-də nə istəyir? Siz yenə deyirəm, videonu saxlayıb, mətnlə tanış olub, daha sonra sualları cavablandıra bilərsiniz. Və yaxud da kitab özünüzdəsə kitabdan baxa bilərsiniz. Qısa palto geyinmiş kişi növbədə dayanan qadına nəyi sübut etməyə çalışır da? Burada qısa paltolu kişinin xəstəliyinin daha ağır olması üzərində yəni mübahisə gedir. Ümumiyyətlə bunların hamısı mübahisəni onun üzərində yəni necə deyim, törədirdilər də, baş verirdi yəni bütün bunlar. Ona görə burada cavab olacaq özünün xəstəliyinin daha ağır olmasını, C variantı. Yəni digərlərini izah etməyə onsuz da yəni səbəb yoxdur, ona görə digərlərini izah etmirəm. Çünki konkret olaraq cavabı olan bir sualdır yəni bu. 12. Son cümlədə nöqtələrin yerinə hansı söz artırılsa fikrin məzmununa görə doğru olar. Baxın, burada son cümlə, baxın buradadır. Xəstələr dönüb kişiyə baxdılar və başlarını aşağı salıb səssizcə həkimin nəyini gözləyirdilər onlar? Təbii ki, qəbulunu gözləyirdilər də. Ona görə cavab olacaq D variantı. Ümumiyyətlə gedib həkimdən növbə götürürsə nəyi gözləyirik? Qəbulu gözləyirik. Ona görə D variantı daha uyğun fikirdir. 13. Mətndə qarşısında işarələr qoyulmuş ifadələr əsasında cədvəldə yanlışlığı müəyyən edim. Yanlış istəyir bizdən. Gəlin baxaq. Deyir ki, həqiqi, məcazi mənalılar verilmişdir. Gəlin birinci sözlərə baxaq, daha sonra müəyyənləşdirək də. Demək, burada üzərində rəqəm deyirdi, bir dəqiqə. Yox, qarşısında işarələr qoyulmuş sözləri istəyirdi, yəni. Ağırlaşmayıb sözüdür. Gəlin burada müəyyənləşdirək ki, çox mərifətli bilikli həkimdir. 5 ildən onun yanına müalicə oluram. Xəstəliyim zərrəcə ağırlaşmayıb. Təbii ki, məcazi mənalıdır. Məcazi. Sonra söz nədir? Burada mən boynuma alıram. Boynuna almaq məcazidir. Məcazi. Aha, sonra nə var burada? Burada var idi sərt sözlərdən. Sərt sözlər məcazidir təbii ki. Məcazi. Aha, gəlin burada müəyyənləşdir. Hamısı məcazi oldu. Gəlin baxaq onda. Həqiqi mənalıdır. Bu yanlışdır. Həqiqi mənalı deyil. Bir yanlış. Gəlin baxaq ki, burada qarşılığı düzgün verilibmi? Bir də ağırlaşmayıb. Xəstəliyin ağırlaşmasından irəli getməyib. Bu düzdür. 3-ə baxaq. Həqiqi mənalıdır. Bu da yanlışdır. Həqiqi mənalı deyildi. 3-də nə idi? Bir dəqiqə, o da söhbət nədən gedirdi? Boynuma alıram. Almıram idi, alıram idi. Boynuma alıram mənasındadır. Qəbul edirəm mənasındadır. Düzdür qarşılığı. Bu məcazi mənalıdır. Düzdür. 3-ü də məcazidir. Çünki sərt sözlər ədalətsiz sözlər deyil. Yəni kobud, sərt səslənən sözlər mənasındadır. Demək, yanlışlığı istəyirsə, buradan yanlışlıqdan 1-i 3-ü götürəcəm. Bir də 6-nı götürəcəm. Cavab olacaq B variantı. 14. Qarşısında rəqəm yazılmış hansı cümlələr mətndən çıxarılsa, mətnin məzmununa xələl gəlməz. Aha, gəlin baxaq. Burada bu suallar da biraz şagirdləri çaşdıran tip suallardır. Aha, bunları silirəm ki, sizin üçün aydın olsun göstərəndə. Burada 1 burada yazılıb, 2 burada yazılıb. Aha, 3 burada yazılıb. 4 burada, 5 varmı? 5 burada. Demək, gəlin baxaq, görək nəyi çıxarsaq burada. Çox mərifətli bilikli həkimdir. 5 ildir ki, onun yanında müalicə oluram. Xəstəliyim zərrəcə ağırlaşmayıb. Bunu da çıxsam, burada onsuz da məlumat verir onun haqqında. Bunu da çıxsam, burada məlumat verir. Yenə də baxaq, qısa paltolu geymiş bir kişi qonşusuna deyir. Axı deyirsə bunu necə çıxardım? Məsələn, bu dialoq kimə aid olacaq? Mən 3-ü çıxarsam, 3-ü çıxara bilmərəm. Sonra 4. Bu yanından yun şala bürünmüş arvad istehza ilə söyləyir. Yəni bu böyrəkləri özünə görə nə təhər dərd eləyib, böyrək sizi öldürə bilməz fikrini. Əgər mən bunu çıxarsam buradan arvadın demək müəllifi çıxarsam, onda bu dialoqun bu hissəsi kimə aid olacaq? Ona görə çıxarda bilmirəm. 3-4-ü çıxarda bilmirəmsə, gəlin elə variantları çıxaq oradan. 3-ü çıxıram, 3-ü çıxıram, 3-ü çıxıram, 4-ü çıxıram. Cavab qalır A variantı. 1-2. 1-2-ni həqiqətən də çıxarsam, demək, mətnin məzmununa xələl gəlməyəcək. Eləcə də 5-ci burada qaldı. Yəni bunları çıxa-çıxa tapdıq. Elə ürək xəstəliyi var. Ziyansızdır, ola bilər 5-6 aya keçib getsin. Axı burada da deyir ki, yarım ilə ürək sağalar. Yəni burada 5-6 aya deyir də, düzdür? Burada deyir ki, yarım ilə ürək sağalar. Sual verir. Demək, bu bunun məlumatını verməlidir ki, bu da buna cavab versin. Ona görə 5-i də çıxa bilmirəm. Sonra hansında qaldıq? 15. Mətnə əsasən nəyi dəqiq müəyyən etmək olmur?
Doktor Opuşkinin savadlı olmasını, onu da deyirdi onsuz da ki, müəyyən etmək olur, bilikli, mərifətli həkimdir deyir ki, 5 ildir müalicə alıram, yanında zərrəcə xəstəliyim ağırlaşmayıb. Bunu müəyyən edə bilirik. Bizə müəyyən edə bilmədiyimizi istəyir. Bel yırtığı olan xəstələrin başqa xəstəliklərinin də olması, elə deyir ki, elə bilirsən elə bir bel yırtığım var. Bir dəqiqə həmin o hissəni tapım. Aha. Bir dəqiqə həmin hissəni tapa bilsəm sizə göstərəcəm. Bir dəqiqə. Burada hansı hissədə deyirdi ki, belirsən, mənim ancaq bel yırtığıdır, ciyərlərimdə də salamat yer yoxdur, deyir yəni bunu. Ona görə beyində çıxıram. Müalicəxanada növbə sisteminin olmasını, onsuz da növbə gözləyirdilər, bunu müəyyənləşdirə bilirik. Müalicəxananın şəhərdə yerləşməsini, nə şəhərdə, nə də kənddə yerləşməsini biz müəyyən edə bilmirik. D variantı bizim cavabımız olacaq. Müalicəxananın əsasən xəstəxana olmasını, bəli, xəstəxanada müalicə alırdılar, bunu müəyyənləşdirə bilirik, çünki növbə gözləyirdilər, həkimin növbəsini. 16. Mətndə hansı sual cavab yoxdur? Mətndə neçə xəstəliyin adı çəkilir? Burada verilmişdi əslində ki, böyrək xəstəliyi var idi, böyrəkləri, ürək, sonra bel yırtığı, bunların əslində adları çəkilirdi, yəni saya bilərik. Sonra son fikri söyləyən vətəndaşın sıra növbəsi neçənci idi? Xeyr, bunu müəyyənləşdirə bilmirik. Sıra növbəsi neçənci idi? Ona görə cavab olur B variantı. Mətni danışan şəxs xəstəxananın niyə gəlmişdi? Müalicə almaq üçün gəlmişdi. 5 il idi ki, müalicə alırdı. Qadın nəyi boynuna alır? Bax, burada dəqiqə, mən boynuma alıram ki, deyir. O cür xəstəlik, mən boynuma alıram, deyir. İnkar etmirəm. Mənim xəstəliyim sizin xəstəliyin daha qorxuludur, yəni. Yəni, deyir ki, xəstəliyinizi inkar etmirəm də, onu boynuma alıram. Bunun cavabı var əslində. Sonra, qısa paltolu kişiyə görə hansı xəstəlik 5-6 aya sağalar? Ürək. Ona görə Y variantı cavabı var. Cavab oldu orada B variantı. 17. Mətndə hansı əsas problemə toxunulmuşdur? Davranış və etikanın olmamasını. Uşaqlar, burada A variantı olacaq. Çünki digərləri yəni, bizə qabardılan, bizə mətnin ideyasını göstərən nəticə deyil, yəni problem deyil. Budur, A variantı. Çünki bir-birinə qarşı kobud davranış sərgiləyirdilər. 18-də silogizmi tamamlayan bəndi müəyyən edin. Birinci hökm verilib, nəticə də verilib. Biz ikinci hökmü çıxarmalıyıq. Bəzi insanlar öz danışığına fikir vermədən başqalarının qəlbinə dəyirlər. Qısa paltolu kişi başqalarının qəlbinə dəyirdi. Demək, qısa paltolu kişinin ifadələrində nə var idi? Kobudluq var idi. Ona görə C variantı olacaq bizim cavabımız. Digərlərində yüz ölçüb bir biçirdə uyğun deyil. Qısa paltolu kişi çox iti danışırdı. İti danışmaqla, iti ola bilsin ki, kimsə iti danışsın, amma onun davranışlarında, sözlərində bir kobudluq olmasın. İti danışmaq, kobud danışmaq anlamına gəlmir. Qısa paltolu kişi alicənablı göstərməyə çalışırdı. Əksinə, qısa paltolu kişi danışığına fikir verməyə çalışırdı. Yenə də əksinə. 19-a baxırıq. 19-da nə istəyir bizdən? Altından xətt çəkilmiş ifadəni etik normalara uyğun nümunə ilə ifadə eləyin deyirdi. Altından xətt çəkilmiş cümlə burada yekəqarın olmazdın. Yekəqarın təbii ki, kobud səslənir. İndi onu biraz yumşatmaq lazımdır. Kök olmazdın. Kök olmazdın. Dolu olmazdın. Olmazdın formasında deyə bilərik əslində. Və yaxud da ağır şəkildə olmazdın. Çəkili olmazdın formasında yaza bilərik. 20-də mətnin hissəsinə uyğun olaraq cədvəl tamamlayın. Giriş hissə verilib, başlığı özümüz seçməliyik və digərlərində eləcə. Giriş hissəyə nə yaza bilərik? Giriş hissədə bizə xana və doktor, yəni həkim Opuşkin haqqında məlumat verirdi. Yəni, bu başlıq giriş hissəyə buna aid eləyə bilərik. Üçüncü hissəyə baxıram. Bir-birlə mübahisə edən xəstələr haradaydı? Əsas hissədə idi. Demək, biz giriş və əsas hissəni yazmışıqsa, nəticə hissəsini bura yazmalıyıq. Yəni, nəticə hissəsində özümüz tamamlamalıyıq ki, araya çökən sükut, yəni çökən sükut və gözləmə. Səssiz gözləmə. Bu formada yaza bilərik. Sonra, demək, bədii mətnimiz bitdi 20-ci suala qədər. İndi isə keçirik, demək, publisistik mətnə. Heyvanlar saymağı bacarırmı? Yenə də siz, demək, ekranı saxlayıb, mətnlə tanış olub, daha sonra sualları cavablandıra bilərsiniz. Gəlin baxaq 21-ci suala. Burada sirk, demək, bu mətndə sirkdə olan heyvanların saymağı, nə bilim, hər hansı bir şuurlu hərəkətləri bacarmasının əslində vərdişlə bağlı olduğunu aşılayır.
Yəni onlar həqiqətən də insan kimi toplamanı çıxmağı dəqiq şuurlu şəkildə bilə bilməzlər. Vərdiş hesabına bunu bacara bilirlər. 21-dən mətnin giriş və əsas hissəsi arasındakı əlaqə yarada bilən cümləni müəyyən edin. Mən həmişə uşaqlara da qeyd edirəm ki, bunu müəyyənləşdirmək üçün mətnin giriş hissəsinin son cümləsini və əsas hissəsinin birinci cümləsini uyğunlaşdırmaq lazımdır. Bəzi şəxslər onların insana məxsus müəyyən qabiliyyətlərinin olması ilə razılaşırlar. Ola bilər ki, siz sirk tamaşalarında sadə riyazi hesablama apara bilən heyvanları, su iti, ayı, it, pişikləri görmüşsünüz. İndi bundan sonra, yəni burada verilə biləcək cümlə nə ola bilər? Şimpanze nəyi, niyə belə edirdi fikrini deyə bilmərəm. Çünki şimpanzedən söhbət getmirdi. Sırf olaraq şimpanzedən söhbət getmirdi. Sirk ustası düzmü edirdi. Heç sirkdən söhbət getmirdi burada. Daha doğrusu sirkdən söhbət gedirdi, amma sirk ustasının onlara düzgün edirdimi, yanlış edirmi, mətn bu haqda deyil yəni. Alimlər haqlıdırlarmı? Alimlər məlumat vermirdilər ki, bəzi şəxslər məlumat verirdilər, yanlışdır. Bunu inkar edirlər, bu da yanlışdır. Cavab olacaq A variantı. Niyə? Çünki bəs əslində bu belədirmi? Sonrasında deyir ki, ola bilər ki, siz sirk tamaşalarında sadə riyazi hesablama apara bilən heyvanları görə bilərsiniz. 22. Üzərində rəqəm yazılmış sözlərdən həqiqi mənalı olanları müəyyən edin. Baxın, burada yenə də təmizləyim bu hissələri. Birincidə qarşılaşırıq. Nə ilə qarşılaşmaq? Burada insanla qarşılaşmaqdan söhbət getmir. Fərqli təcrübələrlə qarşılaşmaqdan söhbət gedir. Ona görə də bunu götürəcəm. Məcazi mənalı. Sonra 2-yə baxıram. Apara bilən. Hesablamaları apara bilən nədir? Bu da məcazi mənalıdır. Apara bilmək nəyisə haradasa götürüb harasa aparmaq da həqiqi mənada. Hesablama apara bilmək məcazi mənadadır. 3-də öz təlimçilərindən işarə alırlar. İşarə almaq da məcazi mənadadır təbii ki. Sonra 4-də hardadır? 4 yemək olanı, yəni daha çox yemək olanını seçir. Bu həqiqi mənalıdır, həqiqi. Sonra 5-də hər dəfə yemək üçün bir buğda verirdilər deyir. Bu da həqiqi mənalıdır. Bizə nə lazımdır? Həqiqi mənalı olanlar. Görürsünüz ki, ilk 3-ə qədər məcazidir. 4-5 həqiqi, bəli, həqiqi mənalıdır. Yəni 1, 2, 3 məcazidir. 23. Qarşısında Roma rəqəmi yazılmış sözlərin şərhi ilə bağlı doğru fikirləri istəyir. Birinci, demək, Roma rəqəmi yazılmış. Qətiyyən sözüdür. Qətiyyən. Bir də təsəvvür. Təsəvvür. Yazsam elə bəs eləyəcək. Aha, təsəvvür. Baxaq ki, qətiyyən sözü əsla, zərrə qədər də mənasındadır. Birə C yazıram. Təsəvvür sözü isə bir şey haqqında ümumi tanışlıq mənasını verir. Buna da yazıram D-ni. Bəzi hallarda mənasını ifadə eləmir. Sinonim, antonim var demirəm. Çox mənalı söz kimi işlənir, ümumiyyətlə ola bilməz. Ona görə cavab olur 1-ə C, 2-yə D, C variantı. 24. 24-dədir ki, mətnə əsasən yanlış fikri müəyyən edim. Baxaq. Deyir ki, bir çox məsələləri sübut etmək üçün təcrübələr keçirilib. Bu düzgündür. Təcrübə keçirilmiş dəqiqətən. Bəzi meymunlar müəyyən əşyaları insanlara verə bilir. Düzgündür. Sirk tamaşalarında su iti, ayı, it, pişiklər iştirak edir. Bu da düzgündür. Sirk itləri təlimçilərin işarələrlə hərəkət edə bilir. Bəli, edə bilir. Yəni, neçə dəfə hürmək lazım olduğunu, 2 dəfə, 3 dəfə onlara öyrədirlər yəni onu. Bəzi heyvanlar əməlli başlı saya bilir. Əməlli başlı saya bilir deyə bilmərik. Yəni, bu sadəcə və sadəcə vərdişdir. Ona görə mətnə əsasən bu yanlışdır. 25. Mətnin yalnız nəticə hissəsinə aid edilə bilən plan bəndidir. Nəticə hissədə burada deyirdi ki bizə, nəticə hissəsində, bəli, heyvanlar onlara öyrədilən davranışları yamsılamaqla, təkrarlamaqla məşğul olurlar. Saymaq, şuurlu şəkildə hesablamaq sırf insana məxsus əlamətdir. Bu bizim nəticə hissəmiz. İndi buradan çıxan nəticə nə ola bilər? Heyvanlar üzərində tədqiqatlar aparılır. Bu nəticə hissəsinə aid deyil, yəni. Bu giriş hissədədir. Alimləri düşündürən suallar olur, bu da. Saymağı bacaran göyərçinlər də var, əsas hissə idi. Elə xüsusiyyətlər var ki, yalnız insana məxsusdur. Bəli, elə cavabımız bu olacaq. Çünki yalnız və yalnız heyvan bunu şuurlu şəkildə eləyir deyə bilmərik. Bir çox yerlərdə fərqli maraqlı hadisələrlə üzləşə bilirik. Bəli, bu da düzgündür. Yəni düzgündür necə? Nəticə hissəsinə aid deyil. Yəni fərqli hadisələrlə rastlaşa bilirik, əsas hissəyə aid idi. 26. Altından xətt çəkilmiş cümlədəki fikri düzgün ifadə edən nümunəni müəyyən edin. Altından xətt çəkilmiş fikrə baxaq. Deyir ki, təbii ki, heyvanlar ətrafdakıların az-çoxluğunu fərqləndirə bilməz. Yəni şuurlu şəkildə necə fərqləndirsin ki? Heyvanlar ətrafdakı əşyaların sayını bilmir. Yəni az-çoxluğunu fərqləndirə bilmirsə, demək əşyaların sayını bilmir də. Ona görə cavab olacaq A variantı. Ətrafı görmür, fikri səhvdir. Heyvanlar azlıq anlayışı olsa da çoxluq anlayışı. Xeyr, orada həm çoxluğu, həm də azlığı deyirdi.
Heyvanlar əşyaları fərqləndirmə qabiliyyəti yoxdur. Yəni ona uyğun deyil. Bu cümlə düzdür əslində, amma orada ona düzgün deyil. O cümləyə düzgün deyil. Sayı bilməyən heyvanları fərqləndirməyi də bilməz. Bu ona uyğun deyil, yəni o cümləyə uyğun deyil. Mətnə əsasən ehtimal oluna bilər. Elə adamlar var ki, heyvanların insana aid bacarıqları olduğuna inanırlar. Bu giriş hissəyidir, bu da verilmişdi bizə ki, elə insanlar var ki, məxsus qabiliyyətli olması ilə razılaşırlar, inanırlar. Bu düzgündür, ehtimal yox. Heyvanların sayması ilə bağlı fərqli fikirlər də var. Bu dəqiq idi. Körpələrin rəqəmlər haqqında təsəvvürləri olmur. Bir dəqiqə, heyvanların sayması ilə bağlı fərqli fikirlər hələ də var. Bu əslində ehtimal oluna bilər. Nəyə görə ehtimal oluna bilər? Bu əslində burada giriş hissədə deyirdi bizə ki, heyvanların danışması, sayması və digər bacarıqlar barədə müxtəlif zamanlarda fərqli fikirlər, fərqli təsəvvür tez-tez qarşılaşırıq. Yəni qarşılaşırıqsa indi də qarşılaşırıq yəni. Buna ehtimal edə bilərik. Ona görə cavab olacaq B variantı. Körpələrin rəqəmlər haqqında təsəvvürləri olmur. Bu körpələrdən söhbət getmir burada. Göyərçinin əsas qidası buğdadır. Ehtimal yox, belə bunu dəqiq deyə bilərik. Çünki buğda verirlər. Quşlarda strikdə istifadə edilmir. Bu yanlışdır. Çünki elə orada verilmişdi. Ki, müəyyən hadisədən sonra da quşlardan istifadə olunmurdu. 28. Mətnə əsasən səbəbini müəyyən etmək mümkündür. Heyvanların danışması barədə fərqli fikirlərin olmasının səbəbini müəyyən etmək mümkündür deyir. Baxaq B-yə. Sirk tamaşalarında riyazi hesablamalar apara bilən canlıların olmasının səbəbini müəyyənləşdirən bir yaxın. Suiti, ayı, it, pişiklərin hesablama bacarıqlarının fikrinin yaranmasının səbəbi bəli. Onların həqiqətən də məsələn işarə eləyərkən itin 3 dəfə hürməsi, yəni 3 sayına qədər hürməsi. Bu C variantı ola bilər əslində. Səbəbini müəyyən etmək mümkündür. Fərqli fikirlər olmasının səbəbini müəyyən etmək mümkün deyil. Şimpanzenin çöpü xoşlamı yox. Heyvanların bəzilərinin daha qabiliyyətli olmasının bu da yox. Amma C variantını, bəli, biz səbəbini müəyyən edə bilirik. 29. Mətndə nöqtələrin yerinə uyğun fikri yazmaqla cümləni tamamlayın. Nöqtələrin yerinə uyğun fikir yazmaqla. Burada uyğun fikri bura müəyyənləşdirə bilirik ki, amma alimlər belə güman edirlər ki, bəzi heyvanlar və quşlar bu bacarığa həqiqətən yiyələniblər, sahibləniblər, malikdirlər. Bu formada yaza bilərik. Yiyələniblər yaza. Yiyələniblər və yaxud da malikdirlər, malikdirlər, sahibdirlər formasında yazıla bilər. 30-da əvvəlində üçbucaq işarəsi qoyulmuş abzasda mətnin məzmununa uyğun olmayan cümləni müəyyən edin. Üçbucaq işarəsi görək harda qoyulmuşdu. Burada başqa bir təcrübə şimpanziyə yerdən 1, 2, 3, 4, 5 saman çöpü götürüb adama verməyi öyrədirlər. Özü də təlimçi neçə dənəsini istəyirsə, meymun da o qədər saman çöpünü verirdi. Amma saman çöplərinin sayı 5-dən çox olanda şimpanziya dolaşıb salıb çaşmağa başlayırdı. Bundan sonra quşlarla bağlı həmin təcrübəyə son qoyuldu. Bax, bu cümləni yazırıq. Əsaslandırma da deyirik ki, burada şimpanziyadan danışırdı. Burada isə sonuncu cümlədə quşdan danışırdı. Ona görə burada uyğun olmayan cümlə, bax, o olacaq. 30-cu sualda da onu yaza bilərsiniz. Demək, sınağın izahı bu qədər. Əgər videonu bəyəndinizsə, sınaq sizə aydın oldusa, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.